Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün aprel ayının 29-u, həftənin çərşənbə axşamı günüdür və vacib bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Bugünün hava şəraiti ilə bağlı məlumat yayılıb. Milli Hidrometeorologiya Xidmətindən demək məlumat verilib ki, bugün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı və qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı da var. Yağıntılar səhər tədricən kəsiləcək. Hava şəraiti gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı da gözləntilərdəndir. Bu xəbərdarlıq, bu məlumat Milli Hidrometeorologiya Xidmətindən verilib və News 365 A saytı bununla bağlı məlumatı yayıb.